Tövbə eləmək var, günaha görə. Günah elədim, indi bir dəqiqə tövbə eləməyim, saxlayıram. Bilməm, planlaşıb axşam eləyəm. O ciddi problem demir. Niyə? Çünki tövbəni təxirə salmaq özü bir günahdır. Ona görə tövbə eləmək lazım. Mütləq. İmam İbn Qayyim rahimehullah deyir ki, bir çox insanlar günaha görə tövbə edir, amma yadından çıxır ki, o günahı təxirə saldığı üçün bir günah qazanıb, o günaha görə də tövbə etmək lazımdır. Bunu edirlər, amma ondan qafildirlər. Ona görə deyir, mütləq ümumi günah etməlidir. Ümumi tövbə etməlidirlər ki, onu silsin. Təxirə salmaq asilikdir Allaha. Günahdan dərhal sonra tövbə etmək vacibdir. Dərhal. Təxirə saldın, ikinci bir günahdır, o da tövbə istəyir. Alimlər deyirlər ki, günah edəndən sonra 3 şey var ki, Emil, son dərəcədə ondan çəkinməlisən, uzaq dayanmalısan. Maksimum uzaq olmalısan o şeydən. Xusrandır vallahi. 3 şey var. 1. Yadda saxla, israr. Günahda israrlı olmaq. Bunu içmək olmaz. İçdim, günah elədim. Amma davamiyyətli içirəm. Hər gün içirəm. Və niyyətim odur ki, həmişə içəcəm. Bu xusrandır. Bu həlak olmaqdır, qardaşım. Yəni, mən daima Allaha asi olacam. Yəni, sən bu niyyətdəsən. Günah edəndən sonra o 3 şeydən biri isrardır da. Yəni, mən günah edirəm. Nə badə niyyət edəsən ki, həmişə edəcəm. Davamiyyətli. Buna deyirlər israrlı olmaq. Bu xusrandır. Bu bir. Uzaq dayanmaq lazımdır. Baxın, mən günah etməyəcəm, yox. Günahda israrlı olmayacam. Sən günah edəcəksən, hamı edir. Amma israrlı olmaq xusrandır vallahi. İkinci İbrahim, açmaq, danışmaq, günahı. Günah etmirsən, Allah örtüb, Allah gizlədib. Yox, heç kim xəbəri yoxdur. Oturmuşuq məclisdə, danışıram. Öz günahımı açıram. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, ümmətim hamısı bağışlanacaq mühacirlərdən, mücahirlərdən başqa. Deyirlər, ya Rasulullah, mücahirlər kimdir? Deyir, o insanlar ki, günah edib, Allah örtüb, Allah örtəndən sonra açır. Bildirir. Bağışlanmayacaq olar, axı. Təsəvvür elə, Aydın. Axı, bir insandır, günah edib, heç kim bilmir aramızdakı filan kəs bu günah edib. Oturur, özü danışır. Bəs tövbə eləsə belə, həmin o bağışlanmır. Hərəkətdən sonra tövbə eləsə də... O bağışlanır. O bağışlanır. Amma nə demək istəyirəm? Əsasən, deyib sən dediyin kimi, başa düşdüm. Sonradan tövbə edir. Deyib sonradan tövbə edir. O bağışlanır. Söhbət odur ki, insan günaha düşür. Ən birinci gördüyün iş israr olmasın, ikinci danışma heç kimə. Heç kimə, qardaşım. Allah subhanahu wa ta'ala sənin arandadır, gizlət. Üçüncü, o etdiyin günah var, o etdiyin günah. Nə badə onu kiçik görəsən. Nə deməkdir bu ziya səncə? Günah kiçik görməli. Nə badə görəsən. Heç nə olmaz. Heç nə olmaz. Heç nə olmaz. Nə elədim ki? Nə elədim ki? Günahdır da bu yüngül. Qardaş, nə elədim? Sən o günahı, etdiyin günahı dağ bilməlisən, dağ. Elə bir diyamız altında başıma düşəcək indi. O qədər böyük, o qədər o günahı böyük saymalısın. Amma mən neynədim? Vay, subhanallah. Yəni, sən o qədər narahat olmalısan ki, yəni o qədər böyük görməli. Mən bir cinayət eləmişəm, bir cərimə eləmişəm, bir günah eləmişəm. Amma kiçik saysan, qardaşım, neynədim? Heç eləmə, nə problemdir? Günah da eləm. Yox, qardaş. Üçüncü, nə badə o günahı kiçik görəsən. Ona görə alimlər deyirlər ki, günah edəndən sonra o günahı kiçik görmək xusrandır. Var belə insanlar, görmüsünüz? Günah edir. Danışanda öyle bir heç də eləməyib. Görmür o günahı. Yüngül, asandır. O qədər sadədir. Hamı belə eləyir də. Hamı eləyir də deyir. Nə problemdir ki? O problemdir, o ciddi problemdir vallahi. O sahabələr, bizdən əvvəlkilər. Onlar deyir, o sahabənin sözü İbn Məsudun ya İbn Abbasın sözü deyir. Onlar deyir, dağ bilirdilər. Bu saat üzərinə düşəcək, başının üstündə. Biz deyir, elə bir burnumuzun önündən milçək keçir, əlimizlə belə eləyir. O qədər yengil də, yəni, günahdır da. Yəni, sən, qardaşım, günahın kiçiliyinə yox, bax, kimə asi olursan. Ona bax, asi olduğun Allah əzəmətlidir, böyüdür. Ona görə sələflər deyirlər ki, sən günahın kiçiliyinə yox, kimə qarşı çıxdığına bax.
Yəni sənin vallahi kiçik bildiyin günah Allah yanında əzəmətli ola bilər. Ona görə bu 3 şeyə riayət etmək lazımdır. Hə İbrahim, birinci hansıdır? İsrar olmasın. İkinci, açmamaq. Maksimum nə etmək? Gizlətmək. Günah eləmirsən, gedib sinif yoldaşlarına danışırsan. Nə badə. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, bağışlanmayacaq ümmətimin o kəslər. Üçüncü də, nə badə günahı kiçik görəsən. Yəni su içib də, elə bir su içib. Bu qədər rahat, yəni. Olmaz elə. Başa sala bildim Emil? Dayım. Nəsiyyət kimi ki, bəs vaxtilə mən də bunu eləmişdim, ayrıqlar. Özünə görə nisbət eləməyəsən.